Değerli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Ekrana yaxın əyləşin, ən son məlumatı diqqətinizə çatdıracağam. Vətəndaş haray çəkir, sanki səhrada qalan bir adam kimi köməyə səsləyir. Çünki gözünün qabağında illərlə zəhmətlə becərdiyi pambıq məhv olur, çürüyür, gedir. Azərpambıq Aqrar Sənaye Kompleksinin Ağcabədi filialında baş verənlər artıq sadəcə səhv yox, açıq-aşkar biganəlik və məsuliyyətsizlik nümunəsidir. Direktor əvəzedici Ərşad müəllim, sənədlərlə məşğul olan Sabit adlı şəxs hamısı bilir, hamısı danışır, hamısı sənəd var deyir. Amma işə gələndə pambıq qalır, sahələrdə məhv olur. Vətəndaş 42 ton pambıq verib, sənədlər də var, təsdiqi də var. Həmin pambıq hesabına adam borcunu bağlamaq, subsidiyasını almaq istəyir. Amma nələr baş verir? Pambıq qəbul etmirlər. Pambığı sahələrdə saxlayırlar. Bir hissəsi artıq çürüyür, torpağa qarışır. Bunun adı nədir? Bu artıq laqeydlik yox, vəziyyətlə açıq şəkildə oynamaqdır. Yanacaq, gübrə, suvarma hamısı idarə edib. Adamın adına xeyli miqdarda borc yazılıb. Artıq demək olar ki, 25.000 qalıb. Vətəndaş iddia edir ki, qəsdən qəbul etmirlər ki, subsidiya düşməsin. Bu nə deməkdir? Bu insanların alın təri ilə, zəhməti ilə oynamaqdır. Cənab Prezident illərlə deyib ki, pambıq bizim ağ qızılımızdır, dövlətimizin simvoludur. Bəs burada nə görürük? Ağ qızıl yerə tökülüb, çürüdülür. Bugün dövlətin pambığı, xalqın zəhməti, kəndlinin ümidləri, idarəçinin masası üstündə sənət oyununun qurbanına çevrilir. Belə münasibət nə kəndliyə yaraşır, nə dövlətə, nə də vicdana. Bu idarədə oturan bəzi şəxslər unudurlar ki, pambıq kağız yox, rəqəm yox. Pambıq insanın zəhmətidir, çörəyidir, ailəsinin dolanışığıdır. Vətəndaşın ürəyi yanır haqlı olaraq. Bu sualı vermək məcburiyyətində qalırıq. Bu pambığa od vursun, yandırsın, yoxsa nə etsin? Bu biabırçı vəziyyətə dərhal qiymət verilməli, məsul şəxslər cavab verməlidir. Çünki pambıq çürüyəndə təkcə pambıq yox, insanın ümidləri, dövlətə inamı da çürüyür. Bugün kəndçi gecəsini gündüzünə qatır, istidə yanır, yağışda islanır, borc götürür, risk edir. Bir tərəfdən də texnika, yanacaq, gübrə hamısı bahalaşıb. O biri tərəfdən də idarədə oturan bir-iki nəfərin məsuliyyətsizliyi bütün zəhməti yerlə yeksan edir. Sahələrdə qalan hər kisə pambıq itki deyil, faciədir. Çünki o pambığın arxasında uşağın məktəb xərci, evin çörəyi, ailənin dolanışığı, kəndlinin sabaha olan ümidi dayanır. Bugün bu idarədə verilən qərarlar sanki kimin cibinə nə düşəcək prinsipi ilə ölçülür. Kəndli isə ikinci plana atılır. Belə olmaz. Əgər bu ölkədə kəndlinin zəhmətinə sahib çıxılmırsa, əgər pambıq sahədə çürüyürsə, əgər subsidiya sənəddə ilişib qalırsa, onda biz necə deyək ki, pambıqçılıq inkişaf edir. Bu məsuliyyətsizlik davam edərsə, sabah kəndli torpağa qayıtmayacaq. Heç kim risk edib, borca girib pambıq əkən olmayacaq. Və ən ağrısı, insanlar dövlət qurumlarına inamını itirəcək. Bu isə sadəcə bir idarənin problemi deyil, bütün ölkə üçün təhlükəli siqnaldır. Diqqətiniz üçün minnətdaram, Allaha əmanət olun, sağ olun.